blogerlər, psixoloqlar, influenserlər və digərləri sənə günahkarlıq sindromu proqramını yükləyirlər. Amma sən bunu özündə hiss etmirsən. Bu nədir? Onlar belə bir təbliğat aparırlar ki, sən yaxşı yaşamaq istəyirsənsə, hər gün özlərində işləməlisən, hər gün inkişaf etməlisən, ruhdan düşməməlisən, idmanla məşğul olmalısan və s. özünün ən yaxşı versiyanı yaratmalısan və s. və s. və s. Bunlar hamısı doğrudur. Bunlarla razıyam. İnsan inkişaf etməlidir, ən yaxşı versiyasını yaratmalıdır, kitab oxumalıdır, idman etməlidir, bəli. Amma tələsmədən düşünək. Bunu deyən insanların mütləq əksəriyyəti öz dediklərinə əməl etmirlər. Amma çox varlı yaşayırlar. Ondan əlavə, ətrafında varlı yaşayan insanların mütləq əksəriyyəti bunların heç birinə əməl etmir. Amma çox varlı yaşayır. Sən bunların tamamını etsən də yenə də kasıb yaşayacaqsın. Bəs bu blogerlər, bu psixoloqlar bu fikirləri niyə deyirlər? Onlar bizdə günahkarlıq sindromu yaratmaq istəyirlər. Onlar bilirlər ki, insanı şuur yox, şuuraltı idarə edir. Onlar demək istəyirlər ki, sən pis yaşayırsansa, günah sənin özündədir. Onlar diqqəti əsas məsələdən yayındırmaq istəyirlər ki, sən pis yaşayırsan ona görə ki, sənin var dövlətini kimsə uğurlayıb. Elə bil ki, ölkənin var dövləti ümumi bir tortdur. Onun 90%-ni kimsə özünə götürüb, 10%-ni əksəriyyətə saxlayıb. Təbii ki, o 10% mütləq əksəriyyətə çatmayacaq. Təbii ki, onlar ac qalacaqlar, kasıb yaşayacaqlar. Özlərinin ən yaxşı versiyasını yaratsalar belə yenə də kasıb yaşayacaqlar. Bunlar səni fikrini bundan yayındırmaq üçün deyirlər ki, yəni sən kasıb yaşayırsan, çünki sən özün ən yaxşı versiyanı yaratmamısan. Çünki sən tənbəlsən, çünki sən ağılsızsan, çünki sən idmanla məşğul olmursan, sən enerji ilə düzgün işləmirsən, evrənə mesaj göndərmirsən, manifestləmirsən və s. və s. yalan sözlər. İnsanın yaşamasında, maddi durumunda əsas həll edici rol onun ağlı, bacarığı deyil, hansı ölkədə yaşamasıdır. Ölkənin şəraitidir. Əgər ağıl və bacarığa görə olsaydı, məsəl üçün bir Əfqan Amerikaya köçəndə onun maddi durumunda heç bir yaxşılaşma olmamalıydı. Elə o Əfqanistandakı kimi yaşamalıydı. Amerikada o ağıllanmadı ki, amma yaxşılaşır, vəziyyət yaxşılaşır. Deməli, ağıldan, bacarıqdan asılı deyilmiş. Və yaxud əksinə, bir Amerikalını gətir Əfqanistana, orada acından öləcək. Əgər o ağlı və bacarığına görə yaxşı yaşayırdısa, Əfqanistanda da yaxşı yaşamalıydı. Əfqanistana gələndə ağlı azalmadı ki. Deməli, ağıl və bacarıq çox cüzi təsir edir. Deməli, əsas faktor sənin yaşadığın ölkədəki şəraitdir. Bu qədər.